İnsanlar düşünür ki, IT biznes analitika proqramlaşdırma qədər məşhur deyil. Bəs siz nə düşünürsünüz, Nərmin xanım? Deməzdim ki, məşhur deyil. Sadəcə hazırda hər hansı bir proqramlaşdırma dilini, sintaksini öyrənmək və qısa müddətdə tətbiq edib hər hansı bir proqram yazmaq daha əlçatandır. Lakin IT biznes analitika üçün analitik düşüncə qabiliyyəti çox önəmlidir. İkinci planda artıq alətlər gəlir. Bu baxımdan IT biznes analitikanı öyrənmək üçün təcrübə və zamana ehtiyac var. Bəs IT biznes analitika bu qədər məşhurdursa, niyə bu sahədə hələ də kadr boşluğu var? Bir öncəki sualda dediyim kimi, IT biznes analitikın yetişməsi üçün həqiqətən təcrübə və zamana ehtiyac var və əlavə olaraq IT biznes analitik olmaq üçün hansısa bir toolu, aləti öyrənmək kifayət eləmir. Texniki və biznes təfəkkürün sintezi bir şəxsdə formalaşması zaman tələb eləyir. Buna görə də bazarda hələ də keyfiyyətli kadrların yetişməsi üçün necə deyərlər, vaxta ehtiyac var. Deməzdim ki, yoxdur, kifayət qədər savadlı kadrlarımız mövcuddur, amma bu boşluqların dolması üçün bəli, zamana ehtiyac var hələ də. Maaşlar da developerlər qədər yüksəkdirmi? Açığı bazarda hər şirkətin, hər müəssisənin öz necə deyirlər, dərəcələri mövcuddur və buna uyğun qiymətləndirmə prosesləri aparılır. Lakin qısaca bunu deyə bilərəm ki, keyfiyyətli kadra hər zaman ehtiyac var və tələbə görə təklif formalaşır və düşünmürəm ki, developerlərdən az qazanır IT BA-lər.